Bir yandan dövlətin dəstəyi, dövlət aklı, bir yandan da cəmiyyəti. Onlar ikisi bərabərləşəndə artıq o dar koridor yaranır. Dar koridor dediyimiz o çıxılmaz deyil, inkişaf mexanizması orada yaranır. Sadəcə cəmiyyətin düşüncəsindən bu olmur və yaxud da dövlət bu iki tərəfli bir-birini dəstəkləməlidir. Çində bunu eləyə bildilər, amma bunu nə ilə elədilər? Devlet kapitalizm denen bir şey oldu. Bir de ki güven verdi investorlara ki. Bütün dünya güven verdi. Mao'nun vaxtında elə bir şey yok idi. Hatta Konfüçi dinamizmi o inkar eləmişdi. Amma ondan sonra gələnlər Jinping deyəsən elə idi adı. Onun vaxtından sonra artıq nə oldu? Hüquq sistemi tamamilə güven üzərinə quruldu. Cəmiyyətlə dövlət və investorlara dəvət olunanda bu günlər siz deyirsiniz mən qorxdum sözünü açıq. Yəni bunu açıq bir şəkildə deyirik. Fəlsəfə olsun demirəm, amma biz deyirik gələcək, biz deyirik gələcək arxada qalıb. Biz düşmüşük gələcəyin içinə və bu günlər texnofeodalizm çıxır. Bu günləri yeni maşınlar var ki, almısan maşını, mülkiyyətin yoxdur sənin. Bəli. Almısan maşını, içində o havalandırmanı qoşmaq üçün artıq pul ödəyəcəksən. İstədim məni